97. Cismin üfüqə 37 dərəcə bucaq altında 25 metr bölü saniyə sürətlə atılmışdır. Maksimal qalxma hündürlüyündə onun sürətini hesablayın. Aydındır ki, cisim yuxarı atılırsa, maksimal qalxma hündürlüyündə sürət iki sürətlə təyin olunur, yəni Vy ilə Vx də təyin olunur, amma ən yuxarı nöqtədə Vy 0 olduğundan sürət elə Vx-a bərabər olur. Vx-ə bərabər olur. Bilirsiniz ki, Vx də heç vaxt dəyişmir. Vx həmişə V0 x-ə bərabər olur. Vx-ə bərabər olur. V0 x da V0 vuraq kosinus alfaya bərabərdir. Onda bundan istifadə etsək, biz V0, yəni 25 vuraq kosinus 37 dərəcə. Bu da 0,8-dir. Bərabərdir 20 metr bölək saniyə. Deməli, biz aldıq ki, bu cür atılmış, bu cür hərəkətdə maksimal nöqtədə, yəni ən yuxarı nöqtədə cismin sürəti azalacaq və 20 metr bölək saniyə təşkil edəcəkdir. Düzgün cavab 20 metr bölünmüş saniyədir.